Salam dəyərli kanal izləyiciləri. Mən Tural müəllim. Bu günləri ibtidai sinif müəllimləri üçün MİQ və sertifikasiyanın vahid sərtifika sənədi haqqında məlumat verəcəm. Deməli, və ilk mövzunun izahını verəcəm. Vahid sərtifika sənədində nələr daxildir? Riyaziyyat olan hissəsi ədədlər və əməllər gördüyümüz kimi 8 sual düşür. Cəbr və funksiyalar 3 sual, həndəsə 4 sual, ölçmə mövzusu 4 sual, statistika və ehtimal 1 sual. Yəni ümumilikdə 20 sual ibtidai sərtifika sənədindən ibtidai sinif müəllimləri üçün riyaziyyatdan düşən suallardır və hər doğru da 2 baldır. Beləliklə siz ixtisas riyaziyyatdan, ibtidai sinif müəllimləri üçün riyaziyyatdan 40 bal toplaya bilərsiniz maksimal. İndi yüksək nəticə üçün deməli biz nə edəcəyik? Bütün mövzuları mən sizə izahını verəcəm, göstərəcəm mövzuların adlarında. Sizlər sadəcə kanala abunə olun, YouTube kanalımı bəyənin və həmçinin kanalı videonu paylaşın ki, digər müəllimlər də bu izahlardan yararlansın. İlk olaraq gəlin mövzular haqqında toxunaq bu mövzulara və mövzularımızı da burada tanıyaq. Hansı mövzular düşür? Deməli, mövzuların adları, baxın burada vurğulanır. Ədədlər və əməllər mövzusu. Deməli, bax burada ədədlər və əməllər bölməsindən olan mövzular, ədəd anlayışı, ədədin strukturu gördüyümüz kimi bu mövzulardır və bu bölmədən 8 dənə sual düşür. Əməllər bölməsindən 8 sual düşür və biz də nə edəcəyik YouTube kanalında? Hər dəfə bir mövzunun izahına baxacağıq. Burada elə mövzular var ki, məsələn, 2 mövzu bir dərsliyə əhatə edir. Məsələn, tutaq ki, mərtəbə sinifi biz keçəndə onun içərisində həmçinin mərtəbə qiymət, mərtəbə toplananlarını öyrənəcəyik. Yəni belədir. İndi mövzular haqqında deməli bu günləri ilk mövzumuz ədəd anlayışı, ədədin strukturu, ədədlər arasında münasibətlər olacaq. Növbəti mövzumuz mərtəbə sinif olacaq. Ondan sonraki mövzumuz adi kəsirlər, qarşı ədədlər. Yəni bu şəkildə bütün mövzuların ardıcıl izahı olacaq. Və ikinci bölməni göstərə bilərəm sizə. İkinci bölməmiz isə deməli burada digər mövzuları əhatə edir. İkinci bölməmiz məsələn birinci bölməni qutarandan sonra ikinci bölmə deməli burada ədəd məsələləridir, yaş, sürət, kəsir, iş məsələləri, üçüncü bölmə cəbr və funksiyalardır. Bu şəkildə bütün bölmələrin izahı olacaq. Və bu günlər isə ilk mövzumuz deməli natural ədədlər olacaq. Gördüyümüz kimi çərçivə sənədində ilk mövzumuz hansı mövzuydu? Ədədlər arasında, ədədlərin strukturu, quruluşu, ədədlər arasında münasibətlərdir. Bunu əhatə edir. Deməli, gəlin ilk mövzumuzu götürəyəm da. Aha. İlk mövzumuz natural ədədlər və onların xassələrini əhatə edir. Natural ədədlər və onların xassələri. Gəlin baxaq deməli. Burada natural ədədlər ümumiyyətlə nəyə deyilir? Natural ədədlər əşyaları sayarkən istifadə etdiyimiz ədədlərə deyilir və ən kiçik natural ədəd 1-dir. Natural ədədlərin sonu yoxdur. Orada struktur quruluşu göstərir, indi biz də quruluşu ayıracağıq. Ümumiyyətlə bir şey məlumat verim. Ədədlər özü 5 yerə ayrılır. Ümumiyyətlə ədədlərin hamısını soruşa bilər. Natural ədədlər 5 yerə ayrılır ədədlər. Natural ədədlər N hərfindən işarə olunur. Birdən müsbət sonsuzluğa qədər olan ədədlərdir. Yəni bütün müsbət ədədlər birdən hamısı natural ədədlərdir. Sonra gəlir tam ədədlər. Tam ədədlər Z hərfi ilə işarə olunur. Və tam ədədlərə mənfi müsbət ədədlər daxildir. Yəni bunu belə qeyd edirlər. Mənfi sonsuzluq 0, birləşmə 0, müsbət sonsuzluq. Yəni 0 özü də tam ədəddir. Mənfi müsbət bütün ədədlər, yəni mənfi müsbət olan ərizə 0 ədədi tam ədəddir. Görürsünüz, 0-ı naturalda götürmədik. Sonra gəlir rasional ədədlər. Rasional ədədlər. Rasional ədədlər Q hərfi ilə işarə olunur. Rasional ədədlərə nələr daxildir? Rasional ədədlərə həm tam ədədlər, yəni bax burada olan bütün tam ədədlər, həm də kəsir ədədlər daxildir bura. Kəsir ədədlərdə rasionalar daxildir. Tutaq ki, 3/1-dir, 5/1-dir. Bunlar hamısı tam, həm də rasional ədədlərdir. Rasional ədədlərdir. Ondan sonra, yəni bax mənfi 2-dir, mənfi 1-dir, 0-dir. Onlar da rasionaldır. Rasionalın, yəni belə deyim, sayı daha çox olur. Tam və naturaldan daha çox olur. Rasionala həm tam ədədlərə aiddir. Yəni mənfi müsbət ədədlər 0, eləcə də kəsir ədədlər daxildir. Bir var irrasional ədədlər. İrrasional ədədlərin ən məşhuru pi ədədidir.
təqribi qiyməti olan ədədlərdir. Kök adda kökdən qiymət çıxmayan. Məsələn, kök adda 3-dür, kök adda 21-dir. Bax, görürsünüz, 3 heç bir ədədin kvadrat deyil də 21-dir. Amma məsələn, kök adda 16 rasionaldır. Çünki bundan dəqiq qiymət çıxır. Amma irrasionallardan isə dəqiq qiymət çıxmır. Bir də var həqiqi ədədlər çoxluğu. Həqiqi ədədlər irrasional i hərfinə işarə olunur. Həqiqi ədədlər çoxluğu isə deməli bütün ədədlər çoxluğuna həqiqi ədədlər deyilir. Yəni bunlar hamısı birlikdə həqiqi ədədləri təşkil edir. Yəni nə bütün ədədlər hamısı həqiqiyə aiddir. İstəyir rasional olsun, istəyir irrasional olsun, hamısı həqiqi ədədlərə daxildir. Yəni ədədlərin 5 növü var: natural, tam, rasional, irrasional, həqiqi. Çünki sizdə orada ədədlərin strukturunu soruşur. Və ibtidai sinif müəllimlərinə ən çox düşür təbii ki, natural ədədlər, onların xassələri, yəni proqramda da orada natural ədədlər haqqında soruşur. Gəlin natural ədədlər haqqında fikirlərə baxalım. Natural ədədlər əşyaları sayarkən istifadə etdiyimiz ədədlərə deyil. Ən kiçik natural ədəd birdə qeyd edirik, sonu yoxdur. Və quruluşuna görə iki növ var: sadə natural ədədlər və mürəkkəb natural ədədlər. Sadə natural ədədlər birə və özünə bölünəndə ən kiçiyi 2-dir. Bəzən çaşırlar, ən kiçik 1 deyirlər, bir nə sadə, nə mürəkkəb ədəd deyil. Ən kiçik sadə natural ədəd 2-dir. Bir nə sadə, nə mürəkkəb ədəd deyil. Sadə ədədlər hansılardır? 2-dir, 3-dür, 5-dir, 7-dir, 11-dir, 13-dür və s. Bax, bu ədədlərdir. Mürəkkəb ədədlərin isə 2-dən çox bölən olur. Məsələn, ən kiçik 4-dür, 6-dır, 8-dir, 9-dur, 10-dur, 12-dir, 14-dür, 15 və s. Sonu yoxdur da. Burada sizin bir şey diqqətinizi çəkə bilər. Burada 2 yeganə cüt sadə ədəddir. 2-dən savayı bütün cüt ədədlər mürəkkəbdir. Çünki hər biri 2-yə bölünür. Burada da qeyd eləmişəm. Baxın, ən kiçik sadə natural ədəd 2-dir. Bir nə sadə, nə mürəkkəb ədəd deyil. Sadə natural ədədləri burada göstərmişəm və deməli 2 haqqında da burada məlumat vermişəm ki, 2 yeganə cüt sadə natural ədəddir. Keçək ardına baxaq. Ardı, deməli. Buradan baxaq. 2 sadə natural ədədin hasilinin 4 natural böləni olur. Qeyd eləmişəm, fikir verin. 2 sadə natural ədədin hasilinin 4 sadə böləni olur. Yəni, baxın, burada belə bir düsturdan istifadə edirik. 2 müxtəlif sadə ədəd olanda olur. Deməli, 2 üstü el düsturundan istifadə edirik. Məsələn, baxın, tutaq ki, 3 dənə müxtəlif sadə ədəd desə, 2-ni 3 dəfə öz-özünə vurarıq. 4 müxtəlif sadə ədədin hasilinin neçə natural böləni var? 2-ni 4 dəfə öz-özünə vurarıq, açıqlamasında yazmışam. Sonra, baxaq belə bir sual. Aşağıdakı ədədlərdən hansı sadə natural ədəddir? Məsələn, 121 mürəkkəbdir, çünki 11-in kvadratıdır, 11-ə tam bölünür. 76 cüt ədəddir, 2-yə bölünür, mürəkkəbdir. 133 ədədi 7-yə tam bölünür, 19 dəfə düşür, mürəkkəbdir. 245 ədədi, deməli, 5-ə bölünür göründüyü kimi. Və deməli, burada düzgün cavab 113. 113 birə və yalnız özünə bölünür. Yəni, burada 113 ədədi, deməli, mürəkkəb yox, sadə ədəd sayılacaq. Düzgün cavabımız D variantı olacaq. İndi burada əsasən bu sadə ədədləri tanımaq üçün bölünmə əlamətlərini bilmək lazımdır. Qarşıda indi bölünmə əlamətləri var. Yəni, mürəkkəblə sadə ədədə ayırmaq. Bu əlçə düsturdur, dediyim kimi 5 müxtəlif sadə ədədin hasilinin neçə böləni var. Burada da açıqlamasında yazmışam. Fikir verin diqqətlə. Yazmışam ki, 2 üstü 5. Yəni, 2-ni 5 dəfə öz-özünə vuranda 32 eləyir. Beləliklə 32 bölən olar. Düzgün cavab C variantıdır. Gəldik mürəkkəb natural ədədlərə. Mürəkkəb natural ədədlər 2-dən çox böləni olan natural ədədlərə deyilir. Yəni ki, ən azı 3 dənə böləni olmalıdır. Və ən kiçik mürəkkəb natural ədəd 4-dür. Burada yazmışam bir neçəsini. Bura mən tək ədədlərdə əlavə edeyim. Məsələn, 9 da mürəkkəbdir, 15 də mürəkkəbdir və s. Yəni, bunları bu qədər bilirsiniz kifayətdir, çünki sonları yoxdur. Gəlin baxaq, niyə mürəkkəbdirlər? Məsələn, 4 ədədi niyə mürəkkəbdir? Çünki 4 ədədi 2-yə tam bölünür, 6 2-yə 3-ə bölünür, 8 2-yə 4-ə bölünür. Yəni, məsələn, 8-in 4 dənə natural böləni var. 1, özü, 8, 4, 2. Yəni, ən azı 3 dənə böləni olanlar mürəkkəb. Tutaq ki, 9 3-ə bölünür, 9-a 1-ə bölünür, 3 böləni var, 15-ə 3-ə, 5-ə. Yəni, burada ədədlər ən azı 3 dənə böləni olan ədədlərə
mürəkkəb natural ədədlər 1-2. Keçirik ardına baxaq. Yenəcə, sadə və mürəkkəb ədədi ayırmaq üçün onların bölünmə əlamətlərini bilmək lazımdır. Hansı ki, indi burada bölünmə əlamətləri var. Qeyd eləmişəm, və onlara da testlər işləyəcəyik. Struktur, yəni quruluşdur. Buna görə natural ədədlərin quruluşunu soruşa bilərsiniz. Necə ki, nitq hissələrində, məsələn, sadə düzəltmə mürəkkəbdir. Burada sadə və mürəkkəbdir. Mürəkkəb natural ədədləri tanımaq üçün qeyd eləmişəm, bölünmə əlamətlərini bilmək lazımdır. Bölünmə əlamətləri qeyd edilərkən, bir də burada bir şey də var ki, ona da fikir verək. Sıfıra bölmək olmaz. Məsələn, baxın, 7 bölünsün 0 yazılışı yanlışdır. 0 böl 7 yazılışı doğrudur. Gəlin bunun isbatına baxaq. Məsələn, bax, mən bu yazılış doğrudur. Bu yazılış doğrudur. Niyə görə? İndi biz gəlin əksini fərz edək. Tutaq ki, mən buradan 0 ədədini tapmaq istəyirəm. Bu, deməli, bölünən bölən qismət. Natamam bölünəni tapmaq üçün, elə bir x-in yeri, 0-ın yerinə x qoyuram. Natamam bölünəni tapmaq üçün qisməti bölənə olmalıyıq. Biz əgər buradan x-i tapsaq, bəli, 0-ı 7-yə vuranda həqiqətən də 0 edilir. Amma bu şəkildə yazsaq, bu səhv yazılışdır. Niyə görə səhvdir? Tutaq ki, məsələn, baxın, burada mən 7-ni x kimi götürüb, yazıram, x bölünsün 0 bərabərdir 0. Mən buradan əgər x-i tapsam, 0-ı 0-a vuranda 7 eləmir, 0-ı 0-a vuranda 0 edir. 7 eləmir, deməli bu yazılış səhvdir. Çünki əlbəttə bəzən hesab əməlləri uzun misallarda verirlər. Yəni, əgər elə bir şey götürsəz, səhv yazılış kimi götürəcəksiniz. İndi gəlin bölünmə əlamətlərinə baxaq. Bütün cüt ədədlər 2-yə bölünür. Yəni, 2-dən başqa hansı cüt ədəd görsəz, birinci mürəkkəbdir. Məsələn, yazmışam burada 176, 2846, 6826 və s. 3-ə bölünmə əlaməti ədədə rəqəmlər cəmidir. Rəqəmlər cəmini toplayanda, əgər bu ədəd 3-ə bölünürsə, deməli, həmin ədəd 3-ə bölünür. Bax, bu suallar bizə həmçinin növbəti mövzuda da qalıqlı bölmədə də lazım olacaq. Qalıq tapanda məhz bu əlamətdən istifadə edib tapırıq. 3-də olsun, 4-də olsun. Yəni, çox vacibdir ilk mövzu. Məsələn, bu dərsə bizdən fərqli məsələləri var. 4-də bölünmə əlaməti orada istifadə olunur, fevral 59 məsələsi. Yəni, indidən onları bilməyiniz vacibdir. 3-ə bölünmə əlaməti rəqəmlər cəmidir. Tutaq ki, 21678 niyə 3-ə bölünür? Çünki rəqəmlərin toplayanda 24 edir. 24 3-ə tam bölündüyü üçün bu ədəd 3-ə bölünür. 4-də bölünmə əlaməti ədədin son 2 rəqəmi 4-də bölünürsə və ya ən azı son 2 rəqəm sıfırla bitərsə, bu ədəd 4-də bölünür. Məsələn, gəlin baxaq, 67896 4-də tam bölünür. Çünki 96 4-də tam bölünür. Eləcə də sonu ən azı 2 sıfır olan ədədlər 4-də mütləq şəkildə bölünür. Bu oldu 4-ün əlaməti. Yenə deyirəm, 96 4-də bölündüyü üçün bu ədəd 4-də bölünür. Məsələn, başqa bir ədəd yazaq, tutaq ki, bu ədəd 4-də bölünəcək, çünki 36 4-də bölünür. Yəni, son 2 rəqəm əgər 4-də bölünürsə, bu ədəd 4-də bölünür. Deməli, 2-yə bölünmə cüt, 3-ə bölünmə rəqəmlər cəmi, 4-ə bölünmə son 2 rəqəm olur. Keçirik növbəti, məsələn, 5-in digər bölünmə əlamətlərinə baxaq. 5-ə bölünmə əlaməti. 5 rahatdır, 5-də sonu 0 və ya 5 bütün ədədlər 5-ə tam bölünür. Məsələn, 815 sonu 5-dən bitir, 3260 sonu 0-dan bitir deyə 5-ə bölünür. 6-ya bölünmə əlaməti isə eyni zamanda 2-yə və 3-ə bölünən bütün ədədlər 6-ya tam bölünür. Başqa sözlə desə, elə bir rəqəmlər cəmi 3-ə bölünməlidir və bütün cüt ədədlər 6-ya tam bölünür. Tək ədədlər isə 6-ya bölünmürlər, çünki 2-yə bölünmədikləri üçün 6-ya bölünə bilməzlər. Yəni, 6-ya bölünməsi üçün birinci növbədə cüt olmalıdır, yəni 2-yə bölünməlidir. Digər tərəfdə rəqəmlər cəmi 3-ə bölünməlidir. Gəlin, baxıb belə bir suala baxaq. Nümunə 3. 378 A ədədini 6-ya bölünməsi üçün A-nın ala biləcək qiymətlərin cəmini tapır. Əvvəlcə A-ya biz ancaq cüt rəqəm verə bilərik, çünki sonu cütlə bitməlidir 6-ya bölünməsi üçün. Yəni, ya 0, ya 2, ya 4, ya 6, ya 8. İndi fikir verək. Gəlin, digər bölünmə əlaməti 3-ün əlamətindən istifadə edək, yəni rəqəmlər cəmindən. Burada A-nı götürmədən digər rəqəmləri toplayanda 18 edir. 18-in üstündən 0 gələndə 18 bəli 3-ə bölünür. Yəni, birin 0-ı götürəcək. Əgər 18-in üstünə 2 gəlsə, 20 ədədi 3-ə bölünmür. 20 ədədi 3-ə bölünmədiyi üçün, ona görə biz 2-ni götürməyəcəyik. Əgər 18-in üstünə 4 gəlsək, yəni bu 18-in üstünə 22 yenə 3-ə bölünür. Ona görə 4-ü də götürmürük.
və bir də 6-nı götürürük. 18-in üstünə 6 gələndə 24 3-ə tam bölünür. Deməli, bizim götürə biləcəyimiz ədədlər 0 və 6-dır. 8 ilə yoxlasaz yenə ödənməyəcək. 18 üstə 8 gələndə 26 3-ə bölünür. Yəni, biz 0 və 6 ədədini götürə bilərik. 0-dan da 6-nı toplayanda 6 C variantı olur. Baxın, burada da açıqlamasını yazmışam. Yalnız biz, deməli, 3 ilə 9-u yazmışam da seçə bilməliyik. Seçə bildiyimiz rəqəmlər yalnız 0-dan 6 olar. Keçirik növbəti suallara. 7-yə bölünmə əlamətinin xüsusi bir əlaməti var, amma çox çətinli, yəni istifadə olunmur, belə deyil. Xüsusi əlaməti yoxdur, qeyd eləmişəm burada da 8-ə baxar. 8-ə bölünmə əlaməti. 8-ə bölünmə əlaməti isə ədədin son 3 rəqəmini götürürük. Son 3 rəqəmini götürürük. Yəni, məsələn, baxın, burada ədədlər yazmışam. 676.128 ədədi 8-ə bölünür. Çünki son 3 rəqəm 128 8-ə tam bölünür. 128-i 8-ə böləndə 16 dəfə düşür. Və yaxud da ki, ən azı son 3 rəqəm 0-la bitməlidir. Ən azı son 3 dənəsi rəqəm 0 olanda 8-ə bölünür. Tutaq ki, bax, məsələn, 7.965.000 ədədi 8-ə bölünür. Çünki sonunda 3 dənə 0 var. 2 dənə olanda 4-ə bölünür. 2-dən çox olanda həm 4-ə, həm də 8-ə bölünür. Artıq o həm də 4-ə bölünür. 9-a bölünmə əlaməti ədədi rəqəmlər cəmi 9-a bölünürsə, bu ədəd 9-a bölünür. Məsələn, gəlin baxaq, 78.633 ədədi 9-a tam bölünür. Çünki rəqəmlərini toplasaq 27 edir. 7 üstəgəl, 8 üstəgəl, 6 üstəgəl, 3 üstəgəl, 3 20. Həqiqətən də 27 9-a bölündüyü üçün bu ədəd 9-a tam bölünür. Sonra belə əlamətlər də var. 3-ə 4-ə bölünür, ədədlər 12-yə bölünür. Onu necə tapacaqsınız? 3-ü 4-ə vuranda 12 edir. 15-in vuruqları nədir? 3 ilə 5-dir. 3-ü 5-ə vuranda 15, 15-ə bölünəndə 3-ə 5-ə bölünür. 2-dən 9, 18-ə bölünür. Və bir də bunu yəni belə ümumiləşdirib yadda saxlaya bilərsiniz ki, deməli 3 və 9-da rəqəmlər cəmidir. 3 və 9-da rəqəmlər cəmidir. 3-də 3-ə bölünməlidir rəqəmlər cəmi 9-da 9-a. 4 ilə 8-də son rəqəmlərdir. Sadəcə 4-də son 2 rəqəm, yəni 4 ilə 8 bir-birinə oxşuyur. 4-də son 2 rəqəmdir, 8-də son 3 rəqəmdir. Yəni, belə də ümumiləşdirib tapa bilərsiniz. 5 zaten əsaslı, sonu 0,5-dən 6 da həm 2, həm 3-ün əlamətini daşıyır. Sonra natural ədədlərin bölənlərinin tapılması. Gəlin baxın, natural ədədlərdə sadə ədədlərin 2 böləni qeyd edəcək. Mürəkkəb ədədlərin bölənlərinin sayı 2-dən çox olur. Bu ədədlərdə bölənlərin sayını tapmaq üçün ədədləri sadəlıqlara ayırmaq lazımdır. Gəlin baxaq, deyir ki, 140 ədədinin müxtəlif sadə bölənlərinin sayını tapın. Aha, gedişata baxaq, burada da ayırmışam sadəlıqlara sizin üçün. 140-ı sadəlıqlara ayıranda 2-yə böləndə 70, 72-yə böləndə 35, 35-i 5-ə böləndə 7, 7-ni 7-yə böləndə 1 edir. Yəni, neçə dənə müxtəlif sadəlığı var? 2, 5 və 7, yəni cavab 3 olacaq. Baxırıq növbəti suala. 72 ədədinin natural bölənlərinin sayını. Diqqətlə qulaq asın, sadə bölənlə natural böləni qarışdırmayın. Sadə bölən ancaq sadə ədədlərdən söhbət gedir, natural böləndə isə onun içində sadə və mürəkkəb ədəd olur. Hamısı olur da birlikdə, hər özü də birin özü olur. Yəni, bütün natural bölənlər nəzərdə tutulur. Məsələn, 72 ədədinin natural bölənlərinin sayını tapın. 70-in sadəlıqlara ayırırıq bu şəkildə. 70-in 2-yə, 36-ın 2-yə, 18-i 2-yə, 9, 9-u 3-ə, 3-ü 3-ə böləndə 1 olur. Ondan sonra baxın, nə qədər biz 2 görürük? 3 dənə 2 görürük. Yazırıq 2 üstü 3, burada da yazmışam, fikir verin. Və nə qədər biz 3 görürük? 2 dənə 3 görürük. Yazırıq 3 üstü 2. Ondan sonra bax, natural bölənlərin sayını tapanda bu düsturdan istifadə edirik. Yəni, natural qüvvətlərin üzərinə, qüvvət bu yuxarıda yazdığımız ədədlərdə dairəyə aldığım, özümüzdən bir gəlir, bir-birinə vururuq. Bu 3-ün üzərinə özümüzdən bir gəlirik, 2-nin üzərinə özümüzdən bir gəlirik. 4-ü çağıranda 12 edir. Burada 12 olmalıdır. Deməli, cavab Y variantı olacaq. Yəni, 12 dənə natural böləni var. Düzgün cavab 12-dir. Bundan hansı vardır? Bir-bir tapmaq biraz vaxtınız alır, amma göstərim. Biri 1-dir, 72-yə, yəni tam bölmən ədədlər. Biri 2-dir, biri 3-dür, biri 4-dür, biri 6-dır, biri 8-dir, biri 9-dur, biri 12-dir, biri deməli 24-dür, biri 36-dır, biri 48, 36, biri 72. Görək 12 dənə oldu mu?
1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Bir dənəsi yaddan çıxıb, o da 18-dir. 70-i 18-ə tam bölünür. 4 dəfə düşür. Bax, bu ədədlərin hamısına 70-i tam bölünür. 1-ə bölünür, 2-yə, 3-ə. Hamısı bu ədədlər 72-yə tam bölünür. 12 dənə bölünür. Amma bunu rahat tapmaq olur. Sadə qruplara ayırır. Sonra qüvvətləri götürürük. Qüvvətlərin üzərinə özümüzdən bir gəlir. Cavabları bir-birinə vurur. Məsələn, baxaq buna aid bir suala da tam möhkəmləri. 60 ədədinin natural bölənlərinin sayını. Gördüyümüz kimi yenə 60-ı sadə qruplara ayırmışam sol tərəfdə. 60-ın sadə qrupları hansılardır? 2-yə böləndə 30, 32-yə 15, 15-i 3-ə 5, 5-i 5-ə böləndə 1 edir. İndi gəlin baxaq, 2-dən nə qədərdir? 2-dən 2 dənədir, yazıram 2 üstü 2. Sonra baxıram 3-dən nə qədərdir? 3-dən 1 dənədir, 3 üstü 1. Sonra baxıram 5-dən nə qədərdir? 5-dən də 1 dənədir, yazıram 5 üstü 1. Ondan sonra baxın bu qüvvətlərin üzərinə özümdən bir gəlib bir-birinə vururam. 2-nin üstünə gəlirəm 1. Sonra bu 1-in üzərinə özümdən bir gəlirəm. Digər 1-in üzərinə özümdən bir gəlirəm. 3-ü 2-yə və 2-yə vuranda cavab 12 edir, yəni C variantı. Keçək ardığa. Sonra natural ədədlərin ardıcılığı var, proqramda da var ona. Ardıcılıq deyəndə nə nəzərdə tutulur? Natural ədədlər əsasən 2 yerə ayrılır ardıcılığına görə. Tək və cüt ədədlər. Yəni tək ədədlər hansılar? 1, 3, 5, 7, 9. Cüt ədədlər 2, 4, 6, 8, 10 və s. Burada bir şey də vurğuluyur. Ən kiçik cüt natural ədəd 2-dir, 0 deyil. Ümumiyyətlə 0 ədədi nə tək, nə cüt ədəd deyil, heç birinə aid deyil. 0 nə müsbət, nə mənfi ədəd deyil. 0 tam ədəddir. Deməli, ən kiçik 4-dür, 2-dir, burada isə 1-dir. Bax, bunu belə rahat bir yolla tapmaq üçün deyəcəm sizə. Bunu təmliklə də yazmaq olar təbii ki. Təmliklə belə yaza bilərsiniz. X kiçik olur, digər olur. X üstəgəl 2. Yəni, burada tək cüt ədəddə fərqi yoxdur. Təmliyə eyni qururuq. Bəzən burada elə bilirlər ki, bu tək olanda 1 yazmalıq. Xeyr, bu ardıcılığı göstərir. Yəni, ədədlər 2-2 artır. Bərabər 21. Buradan təmlik həll edəsək, 3x üstəgəl 6, 21, 3x bərabərdir 15, x bərabərdir 5 olur. Yəni, kiçiyi 5, ortacılığı 7, böyüyü 9 olur. Yerinə qoyardır. 5 üstəgəl 2, 5 üstəgəl 4. Bunu başqa bir, rahat bir yolla eləmiyorlar. 21-i əvvəlcə ədədlərin sayına bölürük. Baxın, yazmışam burada. 21-i 3-ə böləndə 7 eləyir. Sonra elə bir 3 dənə nöqtə qurursan, 7-nin bu ədəd nöqtələrin ortasında yazırsan. Niyə görə 3 dənə nöqtə qurduq? Çünki 3 ədəd var. Və ona görə ortada yazırıq ki, elə bil biz cəmi saya böləndə ədədi orta tapırıq da. Cəm bölək say bizə nə verir? Ədədi orta verir. Yəni ona görə həmişə aldığımız ədədi ortada yazırıq. İndi 7-dən əvvəl gələn tək ədəd hansıdır? 5, 7-dən sonra gələn 9-dur. Beləliklə düzgün cavab kiçik istəyirsə 7 olacaq. İndi burada isə 5 dənə nöqtə quracağıq. 5 ardıcıl cüt natural ədədin cəmi 120-dir. Böyük ədəd tapın. 5 dənə nöqtə quracağıq. 120-ni 5-ə böləcəyik. 120-ni 5-ə böləndə 24 olur. İndi 24-dən əvvəl gələn cüt ədəd 22 və 20-dir. 24-dən sonra gələn cüt ədəd 26 və 28-dir. Bizdən demə, orta 24-ü yazırıq. Böyük ədəd istəyirsə cavab 28-i götürürük. Sonra keçək digər suallara baxaq. Burada ədədlər cüt sayda da ola bilər. Cüt sayda olanda o sizdə çaşqınlıq yaratmasın. Yəni ortada yazdığımız ədəd. Fikir verin. Nümunə 9-a baxaq. 4 ardıcıl cüt natural ədədin cəmi 28-dir. Kiçik ədədi tapın. Deməli, burada nə edirik? 28 ədədini əvvəlcə bölürük 4-ə. 28-i 4-ə böləndə o da eləyir 7. Fikir verin. Baxın, deməli, 4 dənə nöqtə qururuq. 7-ni yazırıq. Bax, bu nöqtələrin tən ortasında. 4 nöqtənin tən ortasında yazırıq. Və bu bizdən cüt ədədlər istəyir. 7-dən qabaq gələn cüt ədəd 6 və 4-dür. 7-dən sonra gələn 8 olur. Bizdən kiçik ədəd istəyirsə cavab 4-dür. Yəni, ədədlər cüt sayda olanda bu şəkildə ortada yazmaq lazımdır. Keçirik növbəti ədədi ortanın xassəsinə. Natural ədədlərdə ədədi ortada var. Ədədi ortanın statistikanın içində də verirlər. İndi inşallah ehtimal mövzusuna gələndə orada da ətraflı keçəcəyik. Ədədi ortanın düsturu belə gedir. Ədədlərin cəmini onların sayına bölürük.
Məsələn, gəlin baxaq. 3 ardıcıl cüt natural ədədin ədədi ortası 24-dür, böyük ədəddir. Bunu çox sadə, tənliksiz necə yazmaq olar? Tənliklə uzun olur biraz. X üstəgəl, X üstəgəl 2, üstəgəl X üstəgəl 4 bölü 3 bərabər 24. Uzun vaxt aparır. Qısa necə yazırsınız? Bayaqki kimi yenə 3 dənə nöqtə qurursunuz. 24'ü bu ədədlərin tən ortasında yazırsınız. Çünki ədədi ortadır. Sadəcə bayaqkindən fərqi odur ki, fikir versək, bayaqları cəmi saya bölürdük. Yəni, burada ədədi ortanın əvəzli rəqli cəm desəydik, 24'ü 3-ə bölərdik. Burada isə 24'ü birbaşa ortada yazırıq. 24'dən əvvəl gələn cüt ədəd 22, 24'dən sonra gələn 26'dır. Bizdən böyük ədəd istəyirsə, cavab 26 olacaq. Şimdi burada yazmışam, burada da baxın, biz ədədlərin cəmini onların sayına bölüb yazırdıq. Burada isə bax qeyd eləmişəm, ədədi orada verildiyi üçün bölməyə ehtiyac yoxdur. Yəni birbaşa ortada yazırsınız. Yaxşı, yəni burada bölmürsünüz. Cəm sözü desəydi bölürsünüz, cəm sözü deməyəndə bölməyə ehtiyac yoxdur. Sonra baxırıq növbətə belə bir sual. 2 ardıcıl tək natural ədədin ədədi ortası 8 və 6-ın hasilinə bərabərdir. Əvvəlcə deməli eləyəcək, burada da qeyd eləmişəm, 8-i vuracaq 6-ya, eləyəcək 48, yəni bu ədədlərin cəmi, ədəd ortası 48-dir. 2 nöqtə qoyub 48-i ortada yazacaq. 48-dən əvvəl gələn tək ədəd 47, 48-dən sonra gələn 49. Bizdən kiçiyi istədiyi üçün cavab 47-dir. Növbəti, birinci gün bağdan 30 kiloqram üzüm, ikinci gün 20 kiloqram üzüm, üçüncü gün isə bu 2 gün yığılanda 7 kiloqram az üzüm yığıldı. Orta 3 günə ərzində neçə kiloqram? 3 gün ərzində orta qiymətli sözü yazaq. Orta qiymətlə neçə kiloqram üzüm yığıldı? Birinci günü 30 verib, ikinci günü 20 verib, 30 ilə 20-ni toplayırsınız. Üçüncü günü isə ilk 2 gündən 7 kiloqram var. İlk 2 gün 50 yığılıb da 30 ilə 20-ni toplayanda. 50-dən də 7 çıxanda, deməli 3-cü gün 43 kiloqram üzüm yığılıb. Bunları da toplayıb saya bölürsünüz, ədədi orta tapanda. Yəni 3 gündən söhbət gedir. 93 3-ə böləndə düzgün cavab 31 olacaq. Sonra baxaq belə bir suala. Deyir ki, 3 ədədin ədədi ortası 24'dür. Deməli, 4 ədədin ədədi ortası 20 olması üçün 4-cü ədəd neçə olar? Deməli, burada biz nə edirik? Əvvəlcə, baxın, burada artıq cəmin düsturunu bilməliyik. Çünki ədədi orta sözü var, sayda var, 3 sayda da. Deməli, burada biz cəm sözünü bilməliyik. Cəm tapanda ədədi ortanı saya vurursunuz. Yəni, fikir verin, 3'ü birinci vurmuşam 24'də 72. İndi burada əlavə olunmalıdır deyəndə, yenə yazıram, 3 sıra 24, 72. Əvvəl bax, bizim 3 ədədimiz var idi. İndi əlavə olar sözü, yəni 4 ədəd deyirsə, burada bir ədədlərin sayını. Növbəti bətdə 4'ü vurursunuz 20-yə, 80 olur. 80'dan da 72 çıxanda düzgün cavab 8-dir. Yəni C variantı. İndi burada belə bir şey var. Ola bilər ki, desin ki, 3 ədədin ədədi ortası 24'dür. Ədədi ortanın 20 olması üçün hansı ədəd əlavə olunmalıdır? Yenə də 4'ü vurarsınız 20-yə. Əlavə olunanda bir dənə ədəd artır. Bəlkə deyə bilər ki, ədədi ortanın 20 olması üçün hansı ədəd silinməlidir? Onda artıq elə bir 2 dənə ədəd yerdə qalır. Onda elə bir sayı bir vaxtlayır, azaldır. Burada isə 4 ədəd özü şərtlər veribdir. Növbəti sual. Deyir ki, 4 ədədin ədədi ortası 150-dir. Bu ədədlərdən biri ən kiçik sadə natural ədəd, ikincisi ən kiçik üsrəqəmli natural ədəddir, üçüncüsü ən böyük rəqəmdir. Bu ədədlərdən 4-cü ədədi tapılır. Deməli, əvvəlcə nə edik? 4 ədədin ədədi ortası 150-dirsə, əvvəlcə bu ədədlərin cəmini tapırıq. Yəni, 4'ü vururuq 150-yə, o da eləyir 600. Deməli, ədədlərin cəmi 600-dür. İndi bu ədədlərdən biri ən kiçik sadədir. Ən kiçik sadə ədəd dərsin əvvəlində dedik ki, 2-dir. Bir nə sadə, nə mürəkkəb ədəd. İkincisi, ən kiçik 3 rəqəmli natural ədəd. Ən kiçik 3 rəqəmli natural ədəd 100-dür. Üçüncüsü, ən böyük rəqəmdir. Rəqəm yadda saxlayın ki, ədəd düzəlir. Rəqəmlə ədədi qarışdırmıyor. Rəqəm 0-da başlayır, 9-da qutarır. Necə ki, hərif söz düzəlirik Azərbaycan dilində. Riyaziyyatda da rəqəm ədəd düzəldir. Yəni, ən böyük rəqəmimiz 9-dur. Deməli, biz 3-cü ədəd tapmaq üçün, 4-cü ədəd tapmaq üçün 600-dən bu ədədlərin cəmini çıxmalıyıq. 2, 100 və 9-un cəmini çıxmalıyıq. Yəni, 600-dən 111 çıxmalıyıq.
600-dən 111 çıxanda o da 489 C variantı olar. Bunu da ətraflı yazmışam. Növbəti 2 ədədin fərqi 150, ədədi ortası 90-dır. Böyük ədəd tapın. Əvvəlcə bu suallarda bu ədədlərdən cəmini tapmaq lazımdır. Ədədi ortaları 90-dırsa, cəmlərini tapanda ədədi ortanı saya vurmalıyıq da. Yəni 90-ı 2-yə vuranda 180 olar. Ondan sonra 2 ədədin fərqi və cəmi verəndə belə bir rahat düstur var. Fərq 150-dir, cəm də 90 tapdıq da, düzdür. Cəm də daha doğrusu 180 tapdıq. Deməli, böyük ədəd tapanda bu ədədləri cəmlə fərqi toplayıb 2-yə bölürsünüz. Çox rahat bir düsturdur. Yəni 330-u 2-yə böləndə cavab 165 edir. Cavab deyil. Ola bilər sizdən kiçiyi soruşsun. Onu da deyib ki, biləsiniz. Kiçiyi soruşanda eyni qaydadan bu dəfə çıxıb 2-yə bölürsünüz. 180-dən 150 çıxanda 30, 32-yə böləndə 15 edir. Ola bilər sizdən bu ədədlərin fərqini soruşsun. Sonra belə bir maraqlı sual var. Deyir ki, deməli qrupda 10 oğlan və 15 qız var. Oğlanların imtihanda orta balı 50, qızlarda isə 40 olur. Bütün sinifin orta balını tapın. Burada ne edirik? Oğlanların orta balını oğlanların sayına vururuq, qızların orta balını isə qızlara vururuq. Yəni, oğlanların imtihanda cəmi ballarını tapmaq üçün bu 10 ədədini vururuq 50-yə. Onu 50-yə vuranda o deyilir 500. Sonra qızları tapırıq. Qızların cəmi balını tapanda 15 qız var, 40 sayılarıdır. 15-i 40-a vurarıq 600. Sonra bax bu ikisini toplayaraq 500-dən 600-ü ümumi şagirdlərin sayına bölərik. Yəni 10 ilə 15-in cəmini 25-ə bölərik. 1100-ü də 25-ə böləndə yazmışam, qeyd eləmişəm, 44 olacaq. Deməli, dəyərli müəllimlər, bu günləri biz ilk mövzu, natural ədədlərin strukturu, onların quruluşu, ədəd orta haqqında danışdıq. Növbəti mövzumuz inşallah mərtəbə sinif, mərtəbə qiymət, mərtəbə toplananın tapılması olacaq. Bu kimi videolardan yararlanmaq üçün kanala abunə olmağı, videonu bəyənməyi, öz qruplarınızda, statuslarınızda paylaşmanızı tövsiyə edirəm ki, digər müəllimlər də yararlansın. Sizlərin də dəstəyini görmək çox xoş olar. Və son olaraq may ayında inşallah ki 2 ay bizim təxmini vaxtımız qalır. 2 aylıq sürət qrupu haqqında da məlumat vermək istəyirəm. Onlayn dərslərə qoşulmaq üçün həftədə 5 dəfə olur. Dərs vəsaitləri hamısı göndərilir sizə. Heç bir kitab almanıza ehtiyac yoxdur. Həftə sonları sınaqlar, həftəlik gün sınaqlar olur, dərs müddətində sınaqlar. Həmçinin deməli yarışlar keçirilir maraqlı proqramlarla. Yəni bu dərslərə qoşulmaq üçün ekranda göstərilən nömrəyə WhatsApp-da yazmağınız kifayətdir. Qeyd edeyim ki, qeydiyyat inşallah ki bu həftə davam edir. Ayın 15-nə kimi davam edir. Bu 4 gün ərzində yəni qeydiyyatdan keçə bilərsiniz. Ekranda görülən nömrəyə WhatsApp-da yaza bilərsiniz. 07367 32 22. Qeyd edeyim ki, deməli YouTube kanalında digər video izahlarına baxa bilərsiniz. Həmçinin sosial şəbəkələrdə Facebook hesabında Tural Məmmədov yazıb, orada nəticələrimlə də tanış ola bilərsiniz. Ötən ilki nəticələrimlə, məsələn, ötən 91 nəticəm olmuşdu. Bu kimi, yəni əvvəlki illərdəki nəticələrlə tanış ola bilərsiniz. Artıq bu sahə üzrə deməli 10 illik təcrübəm var. Yəni dərslərlə və yəni nəticələrlə də bağlı Telegram qrupuna da girib orada da baxa bilərsiniz. Nəticələrlə bağlı yüksək nəticələr olur. İnşallah ki, həmin yüksək nəticələrdən biri də sizlər olarsınız bu il. Növbəti video izahda görüşərik. Diqqətiniz üçün hər birinizə təşəkkür edirəm. Çox sağ olun izlədiyiniz üçün. Növbəti izahda görüşərik. Hələlik.